Deməli belə. Sınaq 10. Dünya nəqliyyat və iqtisadi əlaqələri, Azərbaycan iqtisadi rayonları, bəşəriyyətin qlobal problemləri. Birinci sual belədir. Sualda bizə deyir ki, deməli, bir saniyə. Aha. Əlamətlərin aid olduğu iqtisadi rayonu müəyyən edin. Yoldaşlar, tərkibində 2 şəhər ərazi vahidi vardır deyir. Pambıqçılıq, üzümçülük ixtisaslaşma sahəsidir. Xarici ölkəyə çıxışı yoxdur. Enerji istehsalı İES-lər və su elektrik stansiyalarından istifadə edilir. Əleyke. Burada doğru cavabımız olacaq yoldaşlar. Əlbəttə ki, Y variantı Mərkəz Aran. 2 Respublika tabeli şəhəri. Bunlardan biri hesab olunur. Mingəçevir, biri Yevlax. Digəri yoldaşlar biz qeyd edəcəyik ki, pambıqçılıq və üzümçülük təbii ki, ixtisaslaşmadır burada suvarma şəraitində. Xarici ölkəyə heç bir inzibati rayonunun, yəni Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir heç birinin çıxışı yoxdur. Enerji istehsalında İES dedikdə Mingəçevirdə istilik elektrik stansiyası və bir də Mingəçevir və Yevlaxda Mingəçevir su elektrik stansiyası və Varvara su elektrik stansiyaları. Bəli, su elektrik stansiyaları var. Doğru cavabımız Y variantı. İkinci sualı biz nəzər yetiririk. Azərbaycana əsasən ixal etdiyi məhsulları müəyyəni, ixal bilirsiniz alınmadır. Pambığı biz ixal eləmirik, əksinə ixrac edirik. Maşın və avadanlıqlar alırıq 2. Bitki yağı yoldaşlar biz almırıq. Dərman preparatları alırıq 4. Yoldaşlar taxıl alırıq. Bilirsiniz ki, bizdə daxili tələbatı, xüsusən də qida sənayesində istifadə olunan, un istehsalında istifadə olunan tələbatı ödəmir, yemlik isə ödəyirdi. Meyvə tərəvəz konservləri isə ixracatçısı hesab olunuruq. Doğru cavabımız 2, 4, 5 variantımız Y variantı. Üçüncü suala baxırıq. Doğru sıraları müəyyən edin deyir. Yoldaşlar, Santos limanı hər biriniz bilirsiniz ki, əlbəttə ki, Santos və Tubarão Cənubi Amerikadadır, Braziliyada, amma sakit yox, Atlantikdədir. Tampico limanı Şimali Amerikadadır. Bəli, doğrudur. Tampico bilirsiniz ki, Meksikaya məxsusdur və Atlantik okeanı hövzəsidir, Meksika körfəzi. Sonra Richards Bay bildiyiniz kimi Afrikadadır, Zardadır və Hind okeanı hövzəsidir, doğrudur. Dampier limanı Avstraliya, sakit okean yox, Dampier və Port Hedland Hind okeanındadır. Tibo Avrasiya, bəli, bu doğrudur. Özdə Yaponiya, özdə sakit okeandadır. Doğru cavabımız oldu verilənlərdən 2, 3 və 5 variantımız C. Yoldaşlar, 10-cu sınağın 4-cü test tapşırığına baxırıq. Azad iqtisadi zonalara aid deyil. AİZ-ləri bilirsiniz ki, biz xüsusiyyətlərini qeyd elədik. AİZ-lər inkişaf etmiş ölkələrin yerləşdiyi regionlarda iqtisadi qeyri-bərabər aradan qalxmasına şərait yaradır. Bu doğru ifadədir. Doğru ifadədir. Sonra, yoldaşlar, bizə deyir ki, AİZ-lər ölkə ərazisinin bir hissəsi olub, onun müəyyən güzəştlərə əsaslanan xarici ticarət məkanıdır. Bu da doğrudur. AİZ-lər, belə deyək ki, deyir ki, investisiyalar cəlb olunur və yeni iş yerləri açılır. Bu da doğrudur. AİZ-lər yalnız xarici bazara yox, həm xarici, həm də daxili bazara xidmət edir. Ona görə də DSF-dir. AİZ-lərin yaradılmasına əsas məqsəd ərazinin coğrafi mövqeyindən və nəqliyyat imkanı səmərəli istifadə etməkdir. Bu ifadə də doğrudur təbii ki. Yoldaşlar, 5-ci suala baxırıq. İndi yarpaqlı meşələr və rütubətli kodel meşələrin savanna ilə sərhəddində ətraf mühitin ekoloji vəziyyətinə görə hansı hal müşahidə olunur? Yoldaşlar, bu halın adı müvazinat vəziyyətidir. Doğru cavab nə variantı? A variantı. Müvazinat vəziyyəti, yəni bir var təbii vəziyyət, bir də var müvazinat vəziyyəti. Müvazinat vəziyyətində insanın təbiətə müdaxiləsi və təbiəti özünü bərpa prosesi bərabər olur. Aydın oldu, yəni heç biri digərini üstələmir. Təbii vəziyyətdə insanın təbiətə ümumiyyətlə təsiri yoxdur. Təbiət öz vəziyyətini qoruyub saxlayır daima. Müvazinat vəziyyətində tarazlıq vəziyyətdir ki, insanın müdaxiləsi və təbiətin özünü bərpası bərabər gedir. Ondan sonra gəlir yoldaşlar, vəziyyətlərdən baxanda təbii ki, biz deyəcəyik böhran vəziyyəti. Böhran vəziyyətinə doğru gedəndə baş verən problem budur ki, insanın təbiətə təsiri, təbiəti özünü bərpasını üstələməyə başlayır. Aydın oldu mu? Faciəli vəziyyətdə artıq insanın müdaxiləsi həddən artıq çox olur. Təbiəti özünü bərpa etmə imkanları həddən artıq zəifləyir. Kollaps vəziyyətində isə ümumiyyətlə təbiəti özünü bərpa etmə imkanı mövcud olmur. Ən gərgin vəziyyət kollaps hesab olunur. Aydın oldu? 2021-ci ildə ölkədə ticarət dövriyyəsinin 60%, yəni ticarət dövriyyəsi dedikdə ixrac və idxalın ümumi cəmi nəzərdə tutulur, bilirsiniz. İxrac və idxalın ümumi cəmi nə qədər olub deyir? Əlbəttə ki, 22,5 milyard olub və o neçə faiz imiş? 60% imiş. Deməli, biz burada ixracın payına, deməli 22,5% ixracın payına düşərsə, idxalın dəyərinin neçə milyard ABŞ dolları olduğunu hesablayın. Əlbəttə ki, biz burada 22,5 60% isə X nəyi tapacaq? 100% tapıb sonra 40'ı yəni çıxmalıyıq da, başa düşdünüz necə? Əvvəl 22,5
23.5 biz bərabər eləyəcəyik neçə faizə? 60%. Biz oradan x neçə faiz tapacaq? 100%. X bərabərdir neçə elədi yoldaşlar? 37.5. Ondan sonra isə biz təbii ki, bəli, 37.5-dən çıxacaq neçəni? 22.5-i. Doğru cavabımız qalacaq gözəl insanlar. Deməli 15. Variantımız A bəndi hesab olundu 6-cı sualda. Tapşırıq aydındır. Daha çox sayda iqtisadi rayonla həmsərhəd olan iqtisadi rayonlarımız yoldaşlar Azərbaycanda belə deyək də daha çox iqtisadi rayonla sərhəd olan iqtisadi rayonlarımızdan biri Mərkəzi Arandır. Bəli, Mərkəzi Aran. Bir də 2-dən sonra gələcək yoldaşlar Şirvan, Salyan. Bunların hər ikisi 6 iqtisadi coğrafi rayonla, bəli, Qazax Tovuz bir dənə iqtisadi rayonla sərhəd, onun da sərhədində ancaq Qazax Tovuz və Lənkəran hərəsi bir dənədir. Biri Gəncə Daşkəsəndən, biri də Şirvan, Salyanlı. Doğru cavabımız 2 və 6, variantımız C bəndi hesab edildi. 8-də insan inkişaf indeksinin çox olduğu inkişaf etməkdə olan ölkələri müəyyən edin. Yoldaşlar, əlbəttə ki, biz burada baxmalıyıq ki, sənaye baxımından nisbətən daha güclü olsunlar və bir də gəlirləri nisbətən çox olsun. Burada Braziliyada əhali sayı çoxdur, bilirsiniz. Argentinanı götürə bilərik 2, Səudi Ərəbistanı götürə bilərik 3, Çin bilirsiniz əhali sayı çoxdur. Bir də Çilini götürə bilərik, əlbəttə ki 5. Pakistanda da yenə əhali sayı çoxdur. 2, 3, 5 variant nə olacaq? C bəndi hesab olundu. 9-a baxırıq. Əhalisi gündəlik qida normasından aşağı qida qəbul edən ölkələr. Yoldaşlar, bu təbii ki, dünyanın ən nələridir? Kasıb ölkələridir. Dünyanın ən kasıb ölkələrinə baxanda burada qida normasından aşağı götürənlər olacaq. Təbii ki, biz deyəcəyik, biri 4-dür. 4 görürsünüz aradır. Əfqanistan. Digəri də haradır yoldaşlar? 6, yəni Sudan. 4 və 6 variantımız nə variantı oldu? 9-da D variantı. İndi deyəcək əsasamız niyə 2 yox? Əlcəzair bildiyimiz kimi neft və təbii qaz ixracatçısıdır, gəlirləri var. Gözəl yoldaşlar. Argentina məlum məsələ. Türkmənistan eyni qaydada Türk dövlətidir və təbii qaz ixracatçısıdır. Ona görə də gəlirləri var. Yoldaşlar, Kolumbiyada mineral resurslara sahibdir deyə iqtisadi inkişaf o qədər də zəif deyil. Yəni 4 və 6-dakı kimi zəif deyil. Aydın oldu tapşırıq. 10-cu sual. Böyük kabotaj daşımaları deyəndə biz nəyi nəzərdə tutmalıyıq? Yoldaşlar, böyük kabotaj, bəli. Böyük kabotaj daşımaları bir ölkənin bir neçə dəniz limanı arasında olan daşımalardır. Burada təbii ki, İskəndəriyyə və Menə Əl-Əhmədi başqa-başqa ölkələrdir. Ona görə səhvdir. Marsel bilirsiniz ki, başqa-başqa ölkələrdir. Fransa və İtaliya səhvdir. Rastamnura xalq, Rastamnura ilə xalq yoldaşlar, bunlar hər ikisi müvafiq olaraq hardadılar? İran körfəzi içindədirlər. Ona görə də bunlar belə deyək də həm də başqa-başqa ölkələrdir. Ona görə olmaz. Newcastle, Sydney, bunlar Avstraliyadadır, amma bunların hər ikisi belə deyək də Sakit Okeandadır. Ona görə olmaz. Bizə doğru cavab qalır Şanxay və Sindao. C variantı bizim düzgün cavabımızdır. Aydın oluyorlar. Onlar çünki 2 dəniz keçirlər. Sarı və Şərqi Çin dənizlərini. 11-ə baxırıq. 11-də bizə deyir ki, müəssisə enerji olan tələbatını ödəmək üçün il ərzində 90.000 ton kömür, 70.000 ton neft istifadə edir. Növbəti il kömürün 3/2-sinin neftlə əvəz edilməsi planlaşdırılarsa, müəssisəyə neçə min ton neft lazım olar? Əvvəlcə kömürün 3-də neçə hissəsi deyir? 2. Biz 90.000 tonun kömürün nəyini tapmalıyıq? Müvafiq olaraq, bəli, 3-də 2 hissəsini. Bizə nə qədər lazım oldu? 60.000 ton, düzdür? Yoldaşlar, 60.000 ton kömürü biz əvəzləmək istəyiriksə, nə ilə yoldaşlar? Əlbəttə ki, neftlə. O zaman biz nə edəcəyik? Əlbəttə ki, onu daş kömürü neftlə əvəzləmək istəyəndə əmsala nə edirdik? Bölürdük də. Əmsala, yoldaşlar, vurmal. Daş kömürü. Digər əmsallarla əvəzləyəndə nə edirdik? Bölürdük. Yoldaşlar, 60.000-i böləndə 1.5-ə nə qədər edir? 40.000. Deməli, nə qədər lazımdır? 40.000 lazımdır. O zaman 40.000 bu, 70.000 də o. Yoldaşlar, 40 ilə 70.000-i toplayanda nə edir? 110.000. Deməli, 70 plus 40.000, elədi neçə min? 110.000. Doğru cavab nə variantı? D variantı. Tapşırıq aydın oldu yoldaşlar. Vəssalam. Növbəti suala baxırıq 12. 12-də bizə deyir ki, Quba, Xaçmaz və Qazax Tovuz iqtisadi rayonları. Yadımıza salaq, Siyəzən, Şabran, Xaçmaz, Qusar, Quba rayonları. Bu Quba, Xaçmazdadır. Qazax Tovuzu yadımıza salaq. Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonları isə Qazax Tovuzdadır. Müvafiq olaraq bizə deyir ki, üzümçülük və təbii ki, kartofçuluq ikisində də var. Birində Quba rayonunda, digərində də yoldaşlar var, ikisində də var. Ortaq cəhət nə gedəcək?
Onu əlbəttə ki 1. Sonra əlvan metallurgiya üçün xam mal bazası bu. Quba xaçmazda ola bilməz. Hardadır? Qazax, Tovuzda, Gədəbəydə məsələn qızıl mədəni 2. 2-yə getdi 2. Sonra ərazisinə beynəlxalq magistrallar keçir. Biri şimal-cənub Rusiya istiqaməti, biri qərb-şərq Gürcüstan istiqaməti. Ortaq cəhət getdi 3-ə getdi 3. Etnik cəhətdən mürəkkəbdir. Mürəkkəb olan Quba xaçmazdır. Bəli, gedəcək yoldaşlar 1-ciyə 4. Enerjiyə tələbatı seslər vasitəsilə ödənilir. Yoldaşlar ses deyəndə bu olacaq Qazax nə? Tovuz, yəni 5. Və sonuncu SSS istiqamətli turizm inkişaf etmişdir. Əlbəttə ki, dənizə çıxışı olan Quba xaçmazda cavabımız 4-6, 2-5-1-3 variantımız nə bəndi? B variantı hesab olundu. 13-cü. Turizm rekreasiya imkanları ilə zəngin olan iqtisadi rayonlar. Bunlar Azərbaycanın əsasən landşaft və iqlim şəraiti əlverişli iqtisadi rayonlarıdır. Bura Şəki-Zaqatala olar. Mərkəzi Aran bilirsiniz, Yarımsərə Quruçöldür olmaz. Şirvan Salyan olmaz. Quba xaçmaz bəli. Milmuğan olmaz və Lənkəran iqtisadi rayonu. 1, 4 və 6 variantımız nə bəndi? A bəndi hesab olundu 13-cü sualda. 14-də biz baxırıq ki, SSS istiqamətli. Bunun açılışı belədir. C, dəniz, san, günəş, sənd, qum. Dəniz, günəş, qum istiqamətli turizmin inkişaf etdiyi yerlər, tropiklər arası əsasən bizim turizm bazalarımız Kanar, İspaniya, Baham və bir də Maldiv. Cavabımız nə variantı oldu? A variantı. 15-ci suala nəzər yetiririk yoldaşlar. Sahəvi təşkilatları müəyyən edin. Sahəvi təşkilatlar bilirsiniz ki, müəyyən bir sahəni əhatə edirdi. Bir də var idinizdə təşkilatlar, regional təşkilatlar. Yoldaşlar, bildiyiniz kimi sahəvi təşkilatlara nümunə kimi biz deyə bilərik. Deməli, Atom Enerjisi üzrə Agentliyi, Beynəlxalq Agentliyi 2. Ondan sonra deyə bilərik Ümumdünya Turizm Təşkilatı bir sahəni əhatə edir, turizmi 3. Bir də yoldaşlar 6, UNESCO, bilirsiniz də İrs və mədəniyyət beynəlxalq səviyyədə, yəni bütün dövlətləri əhatə edirdi. Cavabımız nə oldu? B. Uşaqlar, MDB Müstəqil Dövlətlər Birliyidir, regional təşkilatdır, bir regionu əhatə edir. GUAM, Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova regional təşkilatdır. BMT isə bilirsiniz ki, Birləşmiş Millətlər Təşkilatıdır, sahəvi deyil, çox sahəli əməkdaşlığı tələb edir. Ona görə də cavab oldu yoldaşlar nə? 2, 3, 6 variant nə variantı? B. 16-ya baxırıq. Hər 100 km kvadrat əraziyə düşən dəmir yollarının sıxlığının artmasına görə ardıcıllıq. Yoldaşlar, bunun üçün nə etmək lazımdır? Sadə birini deyirəm, qalanlarını hesablayaq. Ölkəyə görə uzunluqlar verilib yoldaşlar. Yəni 7,7 milyon kilometr kvadrata, 7,7 milyon kilometr kvadrata mığlığını kilometr kvadrata nə qədər düşüb? 33 min düşüb. Mənə amma lazımdır neçə? 100'ə x. Burada yoldaşlar biz nə edəcəyik? 33 mini vuracaq neçəyə? 100'ə böləcəyik 7 milyon 700 minə. Bu eləyəcək yoldaşlar 0,4 neçə? 0,4 hesablamışsınız da yəqin ki. Sonra o birisində nə edəcəyik yoldaşlar? Deməli 37 mini vuracaq neçəyə? 100'ə böləcəyik 2 milyon 800 minə. Bu eləyir yoldaşlar 1,3. Neçə elədi? 1,3. Qaldı axırıncı. Axırıncıda da nə edəcəyik? 85 mini vuracaq yoldaşlar 100'ə böləcəyik 17 milyon 100. Deməli 17 milyon 100 minə. Bu da elədi yoldaşlar 0,10'da təbii ki 5 falan. Bir dənə bu birincini bir də hesablayayım olar. 33 min vur 100 böl yoldaşlar 7 milyon 700 min. Cavab 0,10'da. Bax bu 0,42 eləyir. Aşağıdakı isə belə elədi. Bir də axırıncı isə 85 min bəli. Vur 100 böl. Deməli 17 milyon 100 min. Bu da elədi 0,49. %49. Deməli daha çoxdur. Deməli bizə deyir ki, nə? Artma ardıcıllığı. Düzdür uşaqlar? Artma ardıcıllığını düzəndə əvvəl nə olacaq? 1 Avstraliya, sonra nə gələcək? 3 Rusiya, sonra gələcək 2 Argentina. 1-3-2 variantına uyğun gələn cavab 16'da nə oldu? B bəndi. Tapşırıq aydındır. Rəqəmlər bilmə çox yaxındır. Ona görə biraz çətindir. Hind-Avropa və Qafqaz dil ailəsinə aid xalqların yaşadığı iqtisadi rayon. Uşaqlar, Hind-Avropa dil ailəsinə aid xalqlar əsasən talışlardır. Bunlar bildiyiniz kimi daha çox yaşayırlar harada? Lənkəran sırada. Qafqaz dil ailəsinə ləzgilər, avarlar, saxırlar, udinlər. Bunlar əsasən yaşayırlar Şəki-Zaqatala və Quba xaçmazda. 2-3-5 variantına uyğun gələn cavabımız nə bəndidir? 17'də A bəndi. Aydın oldu. 18'də. Hansı ilmanlar arasında ən qısa marşrut Panama kanalından keçir? Panama kanalından keçmək üçün biz Atlantikdən ara keçməliyik. Sakitə, düzdür? Yoldaşlar, Seattle limanı bilirsiniz ki, ABŞ-ın harasındadır? Qərbindədir, sakitdədir. Tampa limanı isə, Tampa limanı bildiyiniz kimi Floridadadır. Düzdür? Ona görə yoldaşlar,
Qərbindən şərqə keçmək üçün ABŞ ərazisindən ən qısa nəqliyyat dəhlizi haradır? Panamadır. Doğru cavab nədir? C variantıdır. Qutardı getdi. Sonra o birisi limanları deyirəm, özünüz baxarsınız. Tibo haradaydı? Yaponiyada, Newcastle-lardaydı. Özü Sakit Okean, Newcastle Avstraliya Sakit Okean, Kobe'də Yaponiya Sakit Okean. Aydın oldu. Sonra növbəti 19-cu suala baxırıq. Deməli, sualda bizə deyir ki, harbologiya nədir? Harbologiya bu tullantılardan istifadə və idarə olunmasını öyrənən elmdir. Doğru cavab yoldaşlar D variantı hesab olundu. Sonra 20-də xəritə sxemada doğru verilənlər. Uşaqlar, iqtisadi rayonlar sizin gözünüzün qabağındadır. 1 haradır gözəl yoldaşlar? Qazax, üzr istəyirəm, Gəncə, Daşkəsən. Sonra 7 haradır? Qazax, Tovuz. 3 haradır? Şəki, Zaqatala. 5 haradır? Quba, Xaçmaz. 8 haradır? Abşeron, Xızı. 2 haradır? Bakı. 4 haradır? Lənkəran, Astara. 6 haradır? Naxçıvan. İndi baxaq. 3 və 6 yazıb bizə. Şəki, Zaqatala, birdən Naxçıvan. Modul elektrik stansiyaları mövcuddur. Bu ifadə doğrudur. Şəkidə birdən Naxçıvan şəhərində. Aydın oldu yoldaşlar. 1. sıra düzdür. Sonra 1 və 6-da 1 və 6 gördüyünüz kimi 6 Naxçıvandır. Alüminium istehsalı üçün xam mal bazası yoxdur. 1-də var ancaq Daşkəsən, Zəlik, Alnitdağ, başqa heç arada yoxdur. Sonra 2-yə baxırıq. 2 və 7, 2 və 7. Deməli bizə 2 verilmişdi. Bakı, 7 verilmiş Qazax, Tovuz. Magistral yollar üzərində yerləşir. Yoldaşlar, bildiyiniz kimi burada vəziyyət belədir ki, bunlar magistral yolların üzərində yerləşir. Bakıdan başlayır, eyni qaydada qərbə doğru gedir. 1-3-ü seçdik. Düzdür yoldaşlar? Deməli 1-3. Sonra baxırıq nəyə? 4-ə baxırıq. 4-də bizə nə deyir? 5 və 8. 5 aradır Quba, Xaçmaz, 8 aradır. Deyək ki, Abşeron, Xızı. Deyir ki, su elektrik stansiya fəaliyyəti, Abşeron, Xızı su elektrik stansiyası yoxdur. Eyni zamanda Quba, Xaçmazda. 2 və 8-ə baxırıq. Bakı ilə hara verib bizə? Abşeron, Xızı. Şəhər ərazisinin payı çoxdur. Yoldaşlar, bəli, bildiyiniz kimi ikisində də 50%-in üstündədir şəhər əhalisinin payı. 99%-dir, 100%-ə yaxın. Bakı onsuz da şəhərdir. Bəli, 91-12-də, yəni belə deyək də, Abşeron, Xızıdır. 4-lə 5-ə baxırıq. 4-də bizə nə deyir? Uşaqlar, 4 Lənkəran, Astara, 5-lərə də Quba, Xaçmaz. Beynəlxalq əməliyyat, bunların heç birindən beynəlxalq əməliyyatlı, daha doğrusu Quba, Xaçmazdan keçir. Bakı, Novorosiysk, amma Lənkəran, Astaradan keçən beynəlxalq əməliyyatlı neft kəməri yoxdur. Cavabımız 1-3-5 variantımız nə oldu? Y variantı. Tapşırıq aydınlı yoldaşlar. 21-ə baxırıq. 21-də boru kəmərlərinin uzunluğunun artmasına görə ardıcıllığını müəyyən edin. Bunlardan ən qısası olacaq verilənlərdən yoldaşlar Bakı, Supsa 2, sonra Bakı, Novorosiysk 1, ən uzun lisansıdır Bakı, Tbilisi, Ceyhan. Doğru cavabımız 2-1-3 variantımız nə oldu? A variantı sualda. Yoldaşlar 22. Ekoloji vəziyyətin ağır olduğu regionları müəyyən edin. Ekoloji vəziyyətin ağır olduğu regionları müəyyən edin. Uşaqlar, ekoloji vəziyyət nə vaxt ağır olurdu? Əhali sayı çox olanda, sənaye necə olanda, intensiv olanda, düzdürmü? Ona görə də biz burada baxmalıyıq nəyə? Avropanın mərkəzi. Təbii ki, bura vəziyyət eynidir. Çünki niyə? Göybanan istiqamətində sənaye müəssisələri çoxdur. Sonra Şimali Avropa olmaz, çünki orada iqlim şəraiti ilə əlaqədar olaraq məskunlaşma nisbətən seyrəkdir. Şimali Amerikanın mərkəzi olar. Bilirsiniz ki, Bosfaş meqalopolisi, Çipits meqalopolisinin olduğu bölgələr, sənayələşmiş rayonlar. Cənubi Amerikanın cənubu olmaz, çünki Çili və Argentinanın cənub hissələrində mənimsənilmə zəifdir. Amma Şərqi Asiya olar, çünki orada Yaponiya və nə var? Çin var. Doğru cavabımız yoldaşlar 1, 3 və 5 variantımız nə oldu? C variantı oldu. 23-cü suala bir yerdə nəzər yetiririk. Bizə deyir ki, müəssisədə enerji tələbatı ödəmək üçün il ərzində 45 min ton daş kömür istifadə olunur. Daş kömür əvəz eləmək üçün neçə min ton neft lazımdır? Bu da bayaqki məsələdəndir. Biz 45 mini götürüb neçəyə böləcəyik yoldaşlar? 1/5-ə böldüyümüz zaman cavab nə alınır? 30 min alınır. Düzdür yoldaşlar? Deməli, bizə nə qədər neft lazımdır? 30 min neft lazımdır. Cavabımız budur. Sonra 24-ə baxırıq. Dəniz ticarət donanmasının yük dövriyyəsinə görə fərqlənən inkişaf etməkdə olan ölkələr. İnkişaf etməkdə olan ölkələr deyəndə hamısı inkişaf etməkdə olan ölkələrdir. Amma təbii ki, dövriyyədə ən çox olacaq Çin. Çindən sonra yoldaşlar Liberiya və Panama. Bu Liberiya, Panama sizi çatışdırmasın dedi ucuz bayraq siyasətinə görə. Onsuz da bizim yadınızı yayır, o kitabda biz sizə nəzəriyyə keçəndə konkret orada yaşıl rəngdə verildiyi ölkələr haraydı? ABŞ idi, Panama idi. Harada? Amerika qitəsində. Afrikada haraydı? Liberiya idi. Yoldaşlar, Avropada haraydı? Avropada bizə verilmişdi. Yunanistan, Norveç, ondan sonra yoldaşlar Niderland, Belçika, Britaniya, düzdür və Rusiya. Eyni zamanda bizə müvafiq olaraq Çin, Yaponiya qeyd eləmişdi. Aydın oldu? Bunlar dövriyyədə üstündülər. Variantımız. Braziliya bunların dövriyyəsi bu ölkələrlə müqayisədə nisbətən azdır. Bu ölkələrlə müqayisədə azdır. Aydın oldu? Sonra 25. Uyğunluq pozulmuşdur deyir. Pozulmuşdur. Baxaq diqqətlə.
İqtisadi rayon, ixtisaslaşma sahəsi. Quba Xaçmaz neft emalı, yoldaşlar bildiyiniz kimi Quba Xaçmazda neftin emalı yoxdur. Emal zavodları hamısı hardadır? Bakıda və qismən Abşeron xızıda. Biri götürdük. Burada pozuldu. Abşeron xızıda kimya sənayesi təbii ki var, Sumqayıt. Mil Muğanda pambıqçılıq təbii ki var. Şirvan Salyanda şəkər istehsalı. Yoldaşlar Şirvan Salyanda yox. Mil Muğandadır. Ona görə də bu yanlışdır. 4. Lənkəran astarda metalurgiya yoxdur. 5. Şəki Zaqatalda tütüncülük var. Cavabımız nə oldu yoldaşlar? 1, 4 və 5. Sual aydındır. Sonra xammal ixracına görə fərqlənən limanlar xammal ixrac edən ölkələr. Əsasən inkişaf etmiş ölkələrdən Car və Avstraliya, bir də inkişaf etməkdə olan ölkələr. Yoldaşlar Tampa haradır? ABŞ. Bu alır, ithal edir. Havr haradır? Fransa alır. Port Hedland Avstraliya satır. Tiba haradır? Yaponiya. Bu nə edir? Alır, ithal edir. Tubaran Braziliya satır. Rastanura yoldaşlar Səudi Ərəbistan satır. 3, 5, 6. Düzgün cavabımız budur. 27-yə baxırıq. 27-də bizdən nə soruşur? 1. Bizə verilən iqtisadi rayon haradır? Gəncə, Daşkəsən. 3 haradır? 3 mərkəzi Aran. Bəs yoldaşlar 2 haradır? Naxçıvan. Uyğunluğu müəyyən edin deyir. 1, 2 və 3. Gəlin bir-bir baxaq. Molibden yatağı hardadır? Naxçıvanda. 2-yə nə getdi? A. Alinit yatağı hardadır? Gəncə Daşkəsənə. 1-ə nə getdi? B. Pambıqçılıq, bostançılıq, ixtisaslaşma mərkəzi Aran. 3-ə nə gedəcək? C. Ərazisində kurort şəhəri yerləşir. Kurort şəhərləri yoldaşlar belə deyim də, kurort sanatoriya Gəncədədə Naftalan şəhəri bilirsiniz. Müalicə xəstəliklərinin müalicəsi üçün. Hə? Duzdağ orada da var, bəli. Amma kurort cümləyə bax, kurort şəhəridir. Şəhər hansıdır? Naftalan. Aydın oldu? O dedim axı 1-ə. Kurort şəhəri. 1-ə nə getdi? B, D. Sonra yoldaşlar elektroenergetika yaxşı inkişaf etmişdir. Elektroenergetika mərkəzi Aranda yaxşı inkişaf edib. Ən çox çünki enerji istehsalı buradadır. Mingəçevir SES, Mingəçevir İES. Aydın oldu mu? Ona görə də 3-ə gedəcək yoldaşlar Y. Deməli Dağlıq Şirvan yox, qəti şəkildə. Yox, elektroenergetika yox bala. Elektroenergetika elektrik enerjisi istehsalıdır. Elektrik enerjisi istehsalına görə ən çox biz qeyd edəcəyik mərkəzi Aran, ondan sonra gələcək Gəncə Daşkəsən, ondan sonra biz qeyd edəcəyik məsələn Şirvan Salyan, ondan sonra biz qeyd edəcəyik Bakı və Abşeron xızı. Aydın oldu? Şamaxıda şey var. Su düzü istehsal edir. Başqa şeydir. Elektroenergetik elektrik enerjisi. O elektrotexnikadır. Cavab oldu 1BD, 2A, 3C, Y. Aydın oldu. Sonra biyogaz, biyoyanacaq alternativ enerji mənbəyi olub bərpa olunan ehtiyatdır. Okey. Biyoyanacaq bərk, maye və qaz alımda ola bilər. Aşağıda cədvəldə biyoyanacaqların xam mal mənbələri göstərilmişdir. Deməli, biyoyanacağın bərk növləri oduncaq və ya biyokütlə. Xam mal mənbəyi meşə ağac emalı. Aha, bunları verib bizə. Biyoyanacaq maye növləri, etanol, metanol, biodizel, şəkər qamışı, qarğıdalı, günəbaxan, şəkər çuğunduru, biyoqazda da bioloji tullantılar. Okey. İndi görək nə deyir bizə 28-də. 28-də bizə deyir ki, verilmiş bitkilərin onların yetişdiyi iqlim qurşaqlarına görə qruplaşdırın. Yoldaşlar, mülayim iqlim qurşağında biz deyə bilərik, tropik iqlim qurşağında bunlardan nə yetişəcək? Şəkər nəyi? Qamışı. Digər bitkilərdən qarğıdalı hardadır? Mülayimlərdə. Sonra şəkər çuğunduru da yenə hardadır? Mülayimlərdə. Günəbaxan da hardadır? Mülayimlərdə. Deməli, 3-ü mülayimə düşdü, biri hara düşdü? Tropikə. Düzdür? Sonra, yoldaşlar, verilənlərə əsasən ənənəvi biyoyanacaq ehtiyatı ilə zəngin olan ölkələri xəritə sxemə əsasən müəyyən edib yazın. Ənənəvi biyoyanacaq növü hansıdır sizcə? Ənənəvi, bərk növ, yəni nə? Ağazda, düzdür? Ənənəvi nədir yoldaşlar? Ağazdır. Ağac ehtiyatları da yayılıb 2-də, yəni Braziliyada, 3-də, yəni Kanadada və 4-də harda? Rusiyada. 2, 3 və 4. Ən qədim və ənənəvi yanacaq növü nədir? Ağac, oduncaq. 30-a baxırıq. Yoldaşlar, verilənlərə əsasən təbii şəraitdən daha az asılı olaraq əldə edilməsi mümkün olan biyoyanacaq və onun alınmasında xam mal kimi istifadə olunan bir mənbə. Uşaqlar, biyoqaz var idi, tullantı, yazı və bioloji tullantı. Hər yerdə var da. Harada insan varsa orada tullantı var. Ona görə də biz deyəcəyik ki, bu biyoqazdır. Nədir? Biyoqaz. Biyoqaz da yadınıza gəlirsə biz didmişdik. Nələrdən alırdıq? Meyvə tərəvəzinin qalıqlarından alırdıq. Bəli, doğrudur. Kanalizasiya liliyindən alırdıq. Kanalizasiya liliyi. Və yoldaşlar, quş nəyindən alırdıq? Quş zılından alırdıq və bir də peyindən alırdıq. Nədən alırdıq? Peyin. Bu da ən rahat alına bilən yanacaq növüydür. Aydındır suallar.